7-ci hissənin təmizliyi başlasın. Todo lo que vea, porque sabe lo que es la todo lo que vea, todito, todito. Nəticənin sonu. Bu ayaqqabı rəfi. Bura beləncə plastikə sərmişik. Axır ki, koridorumuz təmiz oldu. Kuxnyamız, özünüz görürsünüz, səliqəli. Oraya zibil vedrəsi də qoyduq. Bax belə, bu bizim kuxnyamız. Bax belə. Bu bizim koridorumuz. Yenə də deyirəm, taxtaların rənginə fikir verməyin. Çünki artıq bura hopmuş, çürümüşdür də belə deyək. Yəni təmizdir. Vəsə təmizdir. Bu bizim hamamımız. Yuduq, təmizlədik. Xanım burada paltarları artıq isti su ilə yuyur. Burada paltarlar qoyulub. Buranı xod vermirəm işığını. Çünki işığını xod verə bilmədim. Burada biraz batıqdır da. Qorxdum, məni tok vurar. Mənə tok vursa sonra kimi sizin üçün videolar çəkəcək. Tak, və tualet qapısından tutmuş divarlarına kimi xlorladım. Vəsə, bu tualetə rahat, mikrobdan qorxmadan girmək olar. Vəsə dostlar, bu da təmizliyimin sonu. Bir dənə qaldı bizim otağımızın rənglənməsi. Bax, yenə də göstərirəm. Hamamımız tərtəmiz. Divarları uca fikir verməyin də. Qalacaq mənim yoldaşım bu otağı dostu ilə birlikdə rəngləsin. Evi təhvil verib çıxıb geçəcəm. Gəlin görsədim nə almışam. Yenə də deyirəm, bu öz cibimdən verdiyim puldur. Ona görə. Bunu niyə görə almışam? Hal-hazırda hələ ki xanımın xaladelniki yoxdur, soyuducusu yoxdur. O produktları hansı ki soyuqda qalmalıdır, pəncərənin qırağına qoyur. Pəncərənin qırağında rişotka var. Ona görə bu gül qabını aldım ki, bura səliqəli produktları yığsın. Və sonra inşallah soyuducu gələndə bunu bir gül qabı kimi qəşəng istifadə eləsin, gözəllik yaratsın. Bu belə, bunun üçündür. Sonra ayaqqabı rəfi aldım. Artıq xanım ayaqqabıda evdə gezməsin. Səliqəli ayaqqabılarını yerinə qoysun. Sonra bura qaşıqları səliqəli yığsın. Nədir? Şpilkalar aldıq ki, paltarlarını asıb səliqəli şpilkalarla yığsın. Sonra onun doğrama taxtası yox idi. Bunu da aldım. Böyle qoyum. Oy. Sonra xlor paltarları ağartıb səliqəli yumaq üçün diş macunu, 72% sabun, çünki bunlar ən yaxşı antibakterial sabunlardır. Qulaq çöpüm, qulaqlar həmişə təmiz qalmalıdır. Bu xörəklərin, nimçənin bağlamaq üçün, Slafanovoy nimçənin üstünə keçirtmək üçün də birdən hansısa yeməyi axırı kimi yemədi. Yəni özünüz bilirsiniz də, bunlardır. Bunu almışam. İşte bu xaladelnikdə soyuducu inşallah gələcəkdə saxlayanda onun olsun. 2 dənə diş fırçası. Oy, mamiçka. Tak. Şampun. Saç üçün şampun. Sonra, baxın görün nə var burada. Zibil kulokları. Zibili mən danışmışam, xanım hər gün atacaq. Evladı da atacaq. Artıq uşağın 11 yaşı, 12 yaşa keçir. Hər gün zibili kuloka yığıb doldurmasın yekə zibilləri. Ona görə balaca zibil kuloka özüm aldım ki, balaca. Hər gün zibilləri ata bilsin. Sonra burada işini yoxdur. Burada işini yoxdur. Sonra böyük qabda aldım. Sonra biraz gələndə bizim zabrat palçıqları bunun üstünə sıçrayıb. Bu qab yumaq üçün mayedir. 5 litrlik. Sırası 5 litrlik aldım ki, bir ilə bəs eləsin. Buna pul sonra xərcləməsin. Bunları balaca qaba tökəcək və istifadə edəcək. Oy, tak. Bu sarı stol silmək üçün, hər şeyi silmək üçün. Bax, beləncə rulada parçadır. Bu
qab yumaq üçündür. Tak, bu nədir bizdə? 3 dənə çay desmalı. Xanımın çay desmalları da 1-2 dənə idi. Bizim onu da vermişdilər. Ona görə mən 3 dənə də əlavə aldım ki, vəsə çay desmalları da olsun. Boş qablarını təmiz-təmiz silsin. Bu dəmirlərdir. Qab yumaq üçün. Bu mənim üçün maskadır. Hələ çünki təmizlik işlərim bitməyib. İnşallah bugün təmizlik işləri bitəcək. Bu güzgüdür. Xanımda səliqəli güzgü yox idi. Hamısı qırıq-qırıq idi, xoşuma gəlmədi. Bu normal güzgüsü olsun otağında. Bu güzgüdür. Sonra makaronu, yağ, duz, şəkər, tozu, gəlin belə görsədim də çıxartmayım, çay və tuşonka. Yenə də deyirəm, xaladenik olmadığından mən hələ produktlar deyirəm, soyuducu olmadığından tuşonka aldım. Məsələn, kartofu qızartmaq rahat olar. Xanımın yağı da yox idi. Rahat kartof qızarda bilər indi. O xaladenik o üçün soyuducu lazım deyir. Ona görə də hələ ki, belə deyək, nə istifadə eləmək olarsa soyuducusuz. Bax, hələ bir şeylər aldım. Tuşonka bir maksimum 2 dəfə istifadə eləmək olar. Şəkər tozu da aldım. Şimdi bu da məndən xanıma hədiyyə. Bu mənim adımdandır. Dostlar, Gülün xanım bizə belə kavralini verdi. Onu yoldaşım divarları rəngləyəndən sonra şey eləyəcək. Burada da qəşəng paltallar, nə bilim lazım olan şeylər. Vay belə kavralini var bizdə. Onun üstündən xalça səriləcək. Ev olacaq gül kimi. Gözləyirik ki, divarlar qurusun, yoldaşım gəlsin, kraskalasın, və vəsə.